Deyir bir varlı adam var idi. Bir gün bu gözəl bir qonaqlıq təşkil edir. Öz işçilərini çağırır həmin qonaqlığa. Bunlar oturub yeməyi yedikdən sonra bu varlı adam ortaya bir Quran qoyur, bir miqdarda da pul qoyur. Bunları bir-bir çağırır, dəvət edir ki, siz bu ya Quranı ya da bu pulun birini seçməlisiniz. Əvvəlcə bu gözətçisini çağırır. Gözətçi gəlir, deyir, sən bunların hansını seçirsən? Gözətçi deyir ki, valla yalan deməyin mənası yoxdur. Mən Quranı mütaliə eləməyi bilmirəm. Ona görə onun mənə nə faydası olacaq? Mən elə ona görə pulu seçirəm. Bəli, bu pulu götürür. İkinci əkinçisini çağırır. Deyir, sən bunlardan hansını seçirsən? Deyir, mən Quranı seçərdim. Amma mənim yoldaşım xəstədir, ona görə mənə pul lazımdır. Ona görə mən pulu seçirəm. Üçüncüsü də aşpazını çağırır. Aşpaza deyir ki, sən hansını seçirsən? Aşpaz da deyir ki, vallahi mən mütaliəni çox sevirəm. Amma mənim mütaliə eləməyə vaxtım yoxdur. Ona görə də elə mən də pulu seçirəm. Nəhayət, bu dördüncü bir bunun işçisinin biri cavan uşaq var imiş. Bu da bunun heyvandarlığı ilə məşğul olurmuş, heyvanlarına yadına baxırmış. Bunun, bu cavan uşaq oğlanın da bunların hamısından kasıb olur və bilir ki, bunun pula ehtiyacı bunlardan daha çoxdur. Ona görə deyir ki, yəqin sən də pulu seçərsən, çünki sənin də pula çox ehtiyacın var. Özünə pal-paltar alarsan, ayaqqabı alarsan, özü üçün xərc eləyərsən. Deyir, xeyr, mən pulu yox, Quranı seçirəm, Allahın kəlamını seçəcəm. Deyir, nəyə görə? Deyir ki, anam mənə həmişə nəsiyyət eləyərdi ki, Allahın kəlamı qızıldan da qiymətlidir, baldan da şirindir. Ona görə mən Quranı seçirəm. Bəli, bu cavan oğlan Quranı götürür, Quranı götürəndən sonra açır. Quranı açanda görür ki, Quranın arasında iki məktub var. Məktubun birini açır, görür məktubun içərisində bu ortaya qoyulan pulun 10 misli qədər pul var. İkinci məktubu açır, görür ki, ikinci məktubun içərisində yazılıb ki, kim Quranı seçsə, mənim varisim, onu özümə varis eləyəcəm. Böyle varlı adam da bu cavan oğlanı özünə varis eləyir ki, bu Quranı seçib. İndi Quran düzdür, bizim ruzi mənbəyimizdir. Amma bu ruzini seçmək gərəkdir. Gərək sən özün ruziyə sarı gedəsən, onu tapıb seçəsən. Quran bizim həm bu dünyamızda, həm də o biri dünyamızda bizim söykəndiyimiz ən böyük dayanacaqdır. Quranın qaydalarına əməl etsək, Allahın kəlamlarına riayət etsək, həm bu dünyamızı, həm o dünyamızı təminat altına almış olarıq. Ona görə ki, Quran bizə həmişə düz yolu göstərir. Əyri yollardan çəkinməyi məsləhət görür. Ona görə mən arzu edirəm ki, bizim hər birimiz
düz yolla gedənlərdən olaq. Əyri yolu özümüzə rəva görməyək. Diqqətinizə görə çox sağ olun.